Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yevlaxda ağır yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, Xaldanç qəsəbəsində Lada Priora Qaz 31 markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma başlanıb. Müğənni Afət Fərmanqızı sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət mərkəzinə düşüb. Xəbər verilir ki, ifaçının son zamanlar blogerlər arasında populyar olan formatdan istifadə edərək çantasının içindəkiləri izləyicilərinə göstərib. Videoda Afət Fərmanqızının gündəlik istifadə etdiyi əşyalar yer alıb. Paylaşım zamanı ifaçının bahalı ətri və pul kisəsindəki iri məbləğdə nağd vəsait xüsusilə diqqət çəkib. Bu məqam sosial şəbəkə istifadəçiləri arasında müxtəlif müzakirələr səbəb olub. Müğənni açıqlamasında cüzdanında çox pul olduqda özünü rahat və öz güvəni hiss etdiyini də etiraf edib. Afət Fərmanqızının paylaşdığı görüntülər qısa müddətdə çoxsaylı baxış toplayıb. İzləyicilərin bir qismi sənətçinin səmimiliyini bəyənsə də, digərləri videoda nümayiş etdirilən əşyalar ətrafında fikirlərini bölüşüblər. Paylaşım sosial şəbəkələrdə maraqla qarşılanaraq müzakirə mövzusuna çevrilib.